Nami bəy, siz demişdiniz, mən o kabinetdə otururlar, 4 dənə kişi, 4 şəxs çağırırlar, mən getmərəm, hə? Elə bir söz demişdiniz. Mən demişəm. Siz deməmişsiniz, elə bir söz. Ümumiyyətlə, kabinetdə məclis olur, Nə olur? Elə sizi çağırırlar. Mən, valla elə mən pulları elə kabinetlərdə vaxtında qazanmışam. Bir 10-15 dostlarımız otururdu orada, saza qulaq asırlar, sazın Feyziya belə misal var. Yəni onlar qulaq asır. Toyda nə qulaq asırlar? Toyda ancaq gəlib tıkır bir yanıq gəlmiş alır. Belə bir şey. Elə olur. Mən indi gedirsiniz mən. Yox, indi yox. Söhbət xırda məclisdən, yığıncaqdan gedirsə, bu kabinetdə olmayıb, ağacda olmalıdır ki, bu kabinetdə olmalıdır. Xırda məclis. İndi ona görə getmirəm ki. Amma Orxan, Namiq Qaraçuxurlu efir vasitəsilə də salamlayıram, deyir, mən əsla getməm, getmirəm. Biz də salamlayırıq. Yox, ola bilər, indi gedmir, gedən vaxtları olub. Gedən vaxtları olub. Bəli. Hər kəsin olub, qardaş. Niyə olmayıb ki? Moskva birdən belə fikirmir Şərəfini ki. qazanırlar da. Elə bir adam olur ki, elə bir oliqarx oturur ki orada ki, kimliyin... Meyxananı elə ömrü boyu sayxanada kabinetdə Sözü mən heç vaxt getmərəm. Necə? Mən heç vaxt getmərəm. Kabinet. Heç vaxt. Niyə? O xanımdır. Kişiyə olar, Namiq mənim istədiyi yerə gəlir, çünki başqadır. kişidir. Amma qadın xeylağını, yəni mən şəxsən öz fikrimdə mən həyatı boyu orada deyərlər. 4 xanım əyləşib kabinetdə. Nə olsun ki, 10 xanım əyləşsin. Yox, siz də çağırırlar da 4 xanım. Qəti surətdə olmaz. Qəti, milyonlar verərlər. Villalar bağışlayarlar, yalancı villalar. 1 milyon. Siz nə danışırsınız? Mən nə danışırsınız adımı? Mən nəyə dəyişərəm milyonlar? Qardaşım, dünənləri bax, dünənləri. O görürəm, çox qəşəng Sizə bir söz sözdür. deyim. Bu yaxında mənə zəng gəlmişdi. Bu yaxında Kabinetdə adı çıxıb. Yox, yəni sənətkarımız. Yəni bu mənim öz subyektiv fikrim. Mən sevmirəm. Yox, bilirəm, qızım, onu bilirəm. Kabinetdə Bu yaxında mənə bir zəng gəldi. Bu yaxınlarda. Yəni çox adlı sanlı bir restoranın kabinetində dedilər ki, Ofeliya xanım hərə öz yəni xanımınla o oturacaq. Dedim, başınıza dönün. Mən gələ istədiyinizdən də artıq veririk. And olsun bu ehsana. Dedim, yox, qurban sizə inciməyin. Mən gələ bilmərəm. Banket zalı vardısa balaca mən gəlib oxuyardım. Amma mən kabinetdə benim neyinirlər? Yəni Yox, baxın. Bu yaxınlarda fikrimdir. mənim bacım oğlunun 11 yaşı tamam oldu. Allah saxlasın. Təbrik Allah edirəm. bütün balalar. Bir kabinet dedi, bir 15-20 nəfər sinif Hə, Uski yoldaşları. qrup. Hə. Valideynlər də oradaydı, indi anaları. Bir ayırdıq orada kabinetdə. İndi orada nə problem var? gedənlər özü bilər. Bu mənim öz fikrimdir. Ay xanım, Gövhər xanım deyir. Baxın, O mən bir dənə söz deyim. Mənim də öz fikrim var. Mən yaşım az deyil, mən sakitcə duran deyiləm. Bu mənim də öz fikirlərim var, öz baxış açım var. Yox, elə deyil axı. Mən sevirəm. Biz, mən Gövhər xanımla illərə dayanan bir tanışlığımız yoxdur şəxsi. Amma illərdir ki, mən bu xanımı tanıyıram, bir sənətkar kimi, özü də nəhəng sənətkar kimi. Bəli. Və bu sənətkar deyir ki, kabinetdə toydan daha çox yaxşı dinləyirlər. Qulaq asırlar, dinləyirlər, amma ləzzət edir. Bundan əlavə, kabinetdə... O qədər olmuşam ki. Deyir ki, məkanın... Bu mənada deyirəm, hər mənada. Məkanın önəmi yoxdur. Ora girənin önəmi var, sənətkarın. Bəli. Gör xanım. Kabinetdə məclis edir, səndən nə qədər aldım orada, yadımdan çıxarım. Ay balam, toy məclisinə gedirsən, ora pis də gəlir, yaxşı da gəlir. İndi demək istəyirsən ki, kabinetə gedənlərə pis baxmaq nə qədər doğrudur? Hə? Kabinetə gedib orada ifa etmək, ona pis baxılması nə qədər doğrudur? Düzgün deyir axı. Valla düzgün deyir. Həmin adamlardır da. Mən orada oturmuram, ailəmlə otururam burada. Onlar qulaq asanda adama ləzzət edir. Toy belədir ki, girirsən, məsəl üçün bir lirika çalanda deyir, oynamaq var çal. Amma öz istədiyini ifadə bilmirsən orada. Tamam. Amma bu belə bir yerdir ki, oturursan, feyziyab eləyirsən insanları. Çörək pulunu qazanırsan. Pis baxmıram, amma mən getmirəm. O heç özü bilər, mən özümdən danışıram. Nə edirsən benim orada? Eyni şeydir də.